Bugünkü qonağımız Hüseynov İlqar Nəsrəddinoğludur. İlqar müəllim, xoş gördük. Çox sağ olun. İlqar müəllim, biraz özünüz haqqında məlumat verərdiniz tamaşaçılarımıza? Mən 2004-cü ildə ümumiyyətlə Azərbaycana gəlmişəm. Ona qədər respublikadan kənarda işləmişəm. 2004-cü ildə biz Naftalan Sağlamlıq Mərkəzinin təməlini qoymaqla 2005-ci ildə may ayının 10-da xalqın istifadəsinə vermişik. Bizim Naftalan Sağlamlıq Mərkəzi 20 ildir ki, fəaliyyət göstərir. Göstərdiyimiz fəaliyyət ərzində böyük nailiyyətlərimiz var. Nailiyyətlərimizin də ən böyüyü Cənab Prezidentin 2008-ci ildə Naftalan Sağlamlıq Mərkəzində olması və öz sosiallərini, tapşırıqlarını verməsidir. Bundan sonra 2011-ci ildə biz Cənabla Çinar Sanatoriyasının açılışında, sonraki 2013-cü ildə isə Qarabağ Sanatoriyasının açılışında görüşdük. Fərqləndirici hal nədən ibarətdir? 2011-ci ildə görüşəndə Cənab Prezident 3 il bundan qabaq bizim Naftalan Sağlamlıq Mərkəzində görüşməsi barədə məlumat dedi, yəni tanıdı. Bundan sonra mən 2008-2018 hər il prezidenti yanında müşavirədə iştirak eləmişəm. 6 ölkədə, xarici ölkədə Naftalan neftinin təqdimatını aparmışam. 90-100 nəfərin içində leksiya eləmişəm. Və bundan sonra Naftalan Sağlamlıq Mərkəzinin inkişafı ilə əlaqəli mən birinci dəfə söz vermişdim ki, 67 nəfərin iş yerindən təmin olunması, daimi iş yerindən təmin olunması. Bugün bizim təşkilatda 116 nəfər çalışır. Təşkilatımız fəaliyyət göstərir. Müalicə sistemində gözəl aparılır. Müasir avadanlıqla təchiz olunub. Bundan sonra mən 2012-ci ildə Bakı Dövlət Universitetində Naftalan istiqamətində elmi iş apardı. Bakı Dövlət Universitetinin keçmiş rektoru Abil Məhərrəmov, Profesör Məmməd Əli müəllim, Fizika Kafedrasının rəhbəri, Afət xanım, oradan bir yerdə 6 il Naftalan neftinin tərkibini, onun müalicə mexanizminin yenidən öyrənilməsi istiqamətində xeyli işlər aparmışıq. Bütün bunları ümumiləşdirərək demək istədiyimsə ondan ibarətdir ki, bizim yeganə vəzifəmiz gələn turistlərimizin yüksək səviyyədə müalicə ilə təhsil və təmin olunması. İki günə qədər nailiyyətlərimiz çoxdur. Bütün təşkilatların hamısından bizə təbrik məktubları var. Bundan başqa biz Dövlət Həmkarlıq Konfederasiyası, Fövqəladə Hallar Nazirliyi, Prezidentin Xüsusi İdarəsi, Kənd Təsərrüfatı bu kimi nazirliklərlə birbaşa müqavilə əsasında dövlət hüquqçularının müalicəsindən, səhhətindən məşğul olmuş. Naftalan Sağlamlıq Mərkəzində neçə prosedur həyata keçirilir? Naftalan Sağlamlıq Mərkəzində 40-dan yuxarı prosedur həyata keçirilir. Neft vannasının möcüzəsindən Naftalan Müalicə və Sağlamlıq Mərkəzində yararlanın. Mərkəzimizdə sümük əzələ sistemi, sinir, dəri, ginekoloji, uroloji, damar xəstəlikləri müasir müalicə metodları ilə aradan qaldırılır. Naftalan vannaları və yaxmaları, yod bron vannaları, modern tibbi aparatlarla fizioterapiya müalicələri, azonoterapiya, hidrokolonoterapiya, zərbə dalğa terapiyası, limfodrenaj, bel yırtığı üçün manual terapiya, masaj, parafin müalicəsi və digər xidmətlərimizlə canınız sağlam olsun. Rahat otaqlar, istirahət məkanı, müxtəlif çeşidli yeməklərimizdən doyunca zövq alın. Naftalan Müalicə və Sağlamlıq Mərkəzi. Sağlamlıqla istirahət bir arada. Biz əvvəlcə turist və yaxud pasiyentimiz gələndə birinci dəfə gördüyünüz bu etaj bizim poliklinikamızdır. Biz burada bütün sahələrdə müayinələri aparılır. Kəskin şəkildə olan xəstəlikləri tam aidət deyirik. Bundan sonra diaqnoz qoyulur. Diaqnoz əsasında aidilər müalicələrin miqdarı 6, 7, 8
müalicə naftalan vannasıdır, masaj və digər prosedurlar və həmin prosedurların yəni verilməsi, belə deyək ki, xəstəliyə uyğun həyata keçirilir. Hansı xəstəliyə hansı prosedur verilməlidir və s. Ümumilikdə hansı xəstəliklərdir ki, müalicə almaq olmaz? Hipertensiya və s. tipli xəstəliklərə ümumiyyətlə naftalan və yaxud da fizioterapiya müalicələri qəti qadağandır. Bəs naftalan nefti hansı xəstəlikləri sağaldır? Naftalan neftinin xəstəlikləri sağaltmasına gəldikdə isə Sovet dövründən qalmış bizim əlində əsasnamələr var. Ümumiyyətlə naftalan 72 adda xəstəliyə kömək edir. Xüsusilə dəri xəstəlikləridir. Misal üçün, Olmaq xəstəliklər. Məsələn, mən bir dənə dəri xəstəliklərinin bir dənəsinin adını əsas çəkdim. aktiv olanlar. Mən işlədiyim dövrdə 20 ildir fəaliyyət göstərir. Mən 36 ölkədən təkcə psoriaz deyilən dəri xəstəliyi var. Polidendron deyirlər ona bəzən Azərbaycan dilində. Yəni həmin xəstəlik üzrə mən 36 ölkədən insanları qəbul eləmişik, müalicə eləmişik. Yəni bu əsaslı şəkildə göstərir ki, bu xəstəliyin ancaq müalicəsi naftalan nefti ilə əlaqədardır. Siz təsəvvür edin ki, o ölkələrdən ki, bu insanları biz qəbul edib müalicə eləmişik, onlar internetdə bizə çoxlu miqdarda məktublar, təbrik məktubları və ya təşəkkürnamələr göndəriblər. Ki, yəni biz indiyə qədər bilmirdik ki, naftalanda bu cür biz bu xəstəlikdən azad ola bilərik. Naftalan ümumi sistemi o qədər güclü qalxırır ki, xəstəliklərin əksəriyyətinə orqanizm qalib gəlir. Ümumilikdə dünyanın əsas hansı ölkələrinə müraciət olunur naftalanda müalicə almaq üçün? Ümumiyyətlə mən sizə deyim ki, MDB ölkələrindən indi də və yaxud mən işlədiyim dövrdə 20 il ərzində də MDB ölkələrindən gələnlərin sayı daha çox. Bundan sonra, məsələn, Baltika ölkələridir. Əgər belə İsraildən gələnlər olur, Avropanın demək olar ki, bütün ölkələrindən. Siz təsəvvür edin ki, Texasdan mən bir nəfər qəbullər Amerikanın. Deməli, o gələndə ikinci ilə özündən ikinci adamı gətirir. Deməli, onun oynaq xəstəliklə əlaqədar artrioz, artrit, reumatoid artrit xəstəliklərində buna implant olmaq istəyirlər bizimlə. Bir dənə haşiyəni belə deməksən. Biz onu 2 il burada müalicə eləyəndən sonra oradan bura zəng gəldi ki, siz orada nə eləmişsiniz? Biz buna implant qoymaq istəyirik. Çox yüksək səviyyədə müalicəsini naftalan aparmışdı. Ümumiyyətlə başqa xarici ölkələrdə bu cür sanatoriyalar var, yəqin ki. Onlarla birgə əməkdaşlıq necə edirsiniz siz? Təbii ki. Biz məsələn yesimtiki ilə əlaqəli bizim dövlət proqramı olub və həmin dövlət proqramında belə deyək ki, mədə bağırsaq xəstəliklərinin ora göndərilməsi, oynaq xəstəliklərinin ora göndərilməsi. Hətta mən 2017-ci ildə yesimtikdə naftalan neftinin prezentasyasına aparmışam. Orada doktorundan çox adam vardı, dövlət təşkilatlarıydı. Biz orada naftalan neftinin unikallığı barədə hər tərəfli geniş şəkildə söhbət aparılmışdı. Bu şəkildə məsələn bizim naftalanın qardaşlaşmış ölkələrimiz var. Məsələn Xorvatiya ilə, eyni zamanda onlarda olan təbii sular, digər vasitələr, termik suların əlaqəli biz orada olmuşuq, orada nümayəndə heyəti qurulurlar. İlqar bəy, bildiyimiz qədər siz əslən Tovuzlusunuz. Talih sizi necə bura gətirdi? Siz Talih məni Tovuzdan götürüb Rusiyanın Çita vilayətinə atıb. Mən 15 il orada işləyəndən sonra yenidən 2004-də Azərbaycana qayıtmışam. 2004-də burada vəziyyət çox gərgin idi. Torpaqlarımız işğal altındaydı onda. Təsəvvür edin ki, hər gecə səhərə qədər atışma səsi eşidirdik burada. Mən Naftalana həmin dövrdə ilk investisiya qoyan adamım. Qərara gəldim ki, burada bu işi görmək lazımdır. Birincisi, bu işin ilkiydi. Məsələn, deyir ki, Naftalanda onda sanatoriyalar, bizim sanatoriyada qaçqınlarımız qalırdı. Həmin qaçqınların sanatoriyada qalması, bilirlər ki, Naftalan adlı böyük bir unikal bir müalicə metodunu tamamilə zəiflətmişdir. 2004-cü ildə başlayıb, yəni o belə də Naftalan sağlamlıq mərkəzinin bu
gördüğünüz birinci binanın inşa ettiği sonra ikinci, üçüncü, dördüncü binalarda bunun ardınca inşa ettik. Benim Naxçıvanda kalmamın birinci səbəbi mən sıxlığı xoşlayan adam deyiləm. Ona görə də Bakıda və digər yerdə heç bir şeyimiz yoxdur. Ola da bilməz. Naxçıvan çox rahat, havası çox təmiz. Bugün anım günüdür. Bununla bağlı şəhid ailələri müraciət elədi sizə və siz onları çox yüksək şəkildə qəbul eləmisiniz. Torpağın hər bir barışı mənə tərəf əzizdir. O cümlədən bütün müharibə dövründə, baş verən müharibə dövründə, birinci yox, ikinci müharibədə mən buradan heç yerə tərpənmədən bizim əsgərlərimizlə, bizim zabitlərimizlə, bizim rəhbər heyətlə bir yerdə olmuşam və bütün köməklikləri yüksək səviyyədə onlarla bir yerdə aparmışam. Bax gördüyünüz gün biz getdik o şəhidlər xiyabonuna bastıq. Orada Naxçıvan şəhidlərlə əlaqədar o aparılan, tikilən bəlkə o memorial mənim tərəfimdən iş olmuşdu. İcra Hakimiyyətinin təbliği ilə bu torpağın üstü yaşayırıq. Bugün bu torpaq yoxsa da Azərbaycan yoxdur, bu millət yoxdur. Bu torpağın da qoruyucuları şəhidlərdirsə, indi bunların hansı səviyyədə, hansı zirvədə olduğunu bunu hamımız başa düşməliyik. Hər bir şəhid ailəsi, yenə deyirəm, bu ailə üçün itkidir. Amma bu itki elə bir itkidir ki, bu itkinin arkasında böyük bir şərəfdir. Böyük bir şərəfdir və bu şərəflə də o ailə yaşamalıdır. Çünki onun ailəsi, onun evladı məhz Azərbaycan dövlətinin ərazisinin formalaşması istiqamətində şəhid. Buna görə də mən biləm ki, onu başa düşmək çətin deyil. Bunların hər biri bizdən ötəri əzizdir. Bunların hər biri bizdən ötəri həmişə yaşar. Bir cebinin gitsin. Çox sağ olun. Paragraf.com olaraq sonda sizə təşəkkürümüzü bildiririk. Var olasınız ki, şəhidləri o cür ailələrini yüksək səviyyədə qəbul etdiniz, qarşıladınız. 2 gün onların ailə üzvü kimi davrandınız, qayğısına qaldınız. Var olasınız. Çox sağ olun. Borcunuzdur. Hər vaxt istəsəniz Naxçıvan sağlamlıq mərkəzi və mən sizin qulunuzda durmağa hazırıq. Bu bizim vətəndaşlıq borcumuzdur ən azından.
təminat hər kəsin bu vətəndaşlığı olmalı. Çox sağ olun İlqar müəllim. Xatırladım ki, bizim qonağımız Naftalan Sağlamlıq Mərkəzinin direktoru Hüseynov İlqar Nəsrəddin oğlu idi.